Bu il tələbə olmaq istəyənlərin sayında artım müşahidə olunur. Bu da bir çox ixtisasların keçid ballarına təsir eləyəcək. Ekspertlər bildirirlər ki, ballarda artım ən çox prestijli və tələbatlı ixtisaslarda hiss olunacaq. Hal-hazırda xüsusilə də mühəndisliklə bağlı, qida sənayesidir, turizmlə bağlı olan ixtisaslara ildən ilə tələbat artır. Eyni zamanda kompüter mühəndisliyi, İKT ilə bağlı robototexnika, informasiya mühəndisliyi sahələri üzrə olan ixtisaslar ildən ilə populyarlıq qazanmaqdadır və ildən ilə keçdikcə onlara sənəd verənlərin sayı da artır və birinci qrupda deyək ki, bu sahə üzrə rəqabət daha güclü olacaq. Tibb, hüquq və iqtisadiyyat üzrə ixtisaslarda keçid ballarının yüksək olması gözlənilir. Çünki ölkədə tibb ixtisası ilə bağlı bir universitet fəaliyyət göstərir. Bakalavr pilləsi ilə yanaşı eyni zamanda magistratura üzrə ixtisaslarda balların artacağı ehtimal edilir. Burada da müəyyən qədər artımların olması, həmçinin əvvəlki ilə müqayisədə, həmçinin birinci və ikinci cəhdə müqayisədə sualların çox da çətin olması onu göstərir ki, keçid ballarında artım ola bilər. Keçən il biz belə bir məsələ müşahidə etdik ki, keçən il deməli magistratura qəbulda ballarda xeyli enmələr baş verdi və bu il biz o enmələri yox, əksinə artımları görə biləcəyik. Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul üçün birinci cəhd üzrə ikinci və üçüncü qrupların blok imtahanının mayın 25-də, birinci və dördüncü qruplar üzrə isə iyunun 1-də həyata keçirəcək. Qeyd eləyək ki, magistratura imtahanının həm birinci, həm də ikinci cəhdi artıq baş tutub.